Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Camalzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Bildiyiniz kimi dünəndən Naxçıvanda sertifikasiya imtahanı başlayıb və sertifikasiya imtahanına uyğun olaraq bir neçə sual sizə təqdim edəcəyik ki, bu sualları sertifikasiyada iştirak etmiş müəllimlərimiz bizə deyiblər və müəllimlərin dediyinə görə bu cür sual düşübmüş. İlk suala baxaq. Birinci sualda qeyd olunur ki, valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu sizə mane olur. Çünki hər dəfə şagird gözləməli və evə gec getməli olursunuz. Hər dəfə valideyni şagirdi gözləməli və evə gec getməli olursunuz. Belə situasiyada problemi necə həll etsəniz, effektiv olar. Valideynə heç nə demədən şagirdlə gözləməyə davam edərsiniz. Siz heç nə demədən davam edirsinizsə, bu yenə sizin axı vaxtınıza mane olur, bu sizə mane olur və siz də heç nə deməsəz, bu valideyndə heç bir məsuliyyət olmayacaq. Yəni bu effektiv həll yolu deyil. Bəndə getdim. Narazılığı şagirdə bildirin ki, evdə valideynə desin. Xeyr, şagirdə narazılığı, etirazı bildirmək lazım deyil. Çünki bu şagirdin psixologiyasına təsir edə bilər. Valideynin davranışı barədə məktəb rəhbərliyinə məlumat verin, ölçü götürülməsini istəyin. Bu valideynlə sizin aranızda olan bir münasibətdir. Biz bilirik ki, effektiv müəllim-valideyn münasibəti var. Yəni, müəllimlə valideyn daimi əlaqədə olmalıdır, daimi kontaktda olmalıdır. Yəni, hər hansı bir problem baş verərsə, onu həmin dəqiqə, həmin vaxt direktora çatdırmaq bu düzgün fəaliyyət deyil. Ümumiyyətlə, istəyir sinifdə, istəyir valideynlə, istəyir şagirdlə hər hansı bir aranızda problem yaradanda, necə ki biz öz aləmizdə problem yarananda istəmirik onu kimsə bilsin. Yəni, özümüz həll eləyək. Eyni sinifdə şagirdlə, valideynlə bir münasibət yarananda da, bir problem yaradanda da birinci müəllim özü cəhd etməlidir bu problemin həllinə. Yox, əgər mən görürəmsə, mən bu problemi həll edə bilmirəm, bu problem məni aşır, onda mən məktəb rəhbərliyinə müraciət edə bilərəm. İndi mən valideynlə heç nə danışmamış, bir ünsiyyətdə olmamış, mən bunu niyə birbaşa gedim məktəb rəhbərliyinə bildirim ki, bu da doğru deyil. Valideynlə danışıb, səbəbini öyrənməyə və birlikdə problemi həll etməyə çalışın. Bəli, ən doğru cavab budur ki, biz valideynlə danışmalıyıq. Gecikmə səbəbini öyrənməliyik ki, bu valideyn niyə hər gün gecikir? Bu uşağı mən hər gün bir neçə dəqiqə burada gözləmək məcburiyyətindəyim və bu da mənə mane olur, axı mən də tələsirəm evimə getməyə. Və bunu da birlikdə problemini həll etməyə çalışmalıyıq. Düppədüz cavabdır, doğru cavab deyibəndir. İş vaxtı bitdiyinə görə şagirdə məktəbin yanında dayanıb valideyni gözləməsini tapşırın. Bu da doğru fikir deyil ki, yəni şagirdi tək başına orada qoyasan, sən gedəsən, yəni birdən şagird orada dayanmadı, harasa getdi, nəysə başına bir iş gəldi, yəni bu da doğru fikir deyil. Doğru cavab deyibəndir. İkinci suala baxırıq. İkinci sualda qeyd olunur ki, uşaq Kitab-ı Dədə Qorqud dastanını oxuyur. Kitab-ı Dədə Qorqud dastanını oxuyur. Müəllim ona tapşırır ki, dastanda adı çəkilən ərazilərin Azərbaycanın indiki hansı bölgəsinə uyğundur? Situasiya uyğun inteqrasiyanı müəyyən edin. Baxın müəllimlər, situasiyaya baxanda uşaq Kitab-ı Dədə Qorqud dastanını oxuyur. Kitab-ı Dədə Qorqud dastanını harda oxuyur uşaq? Hansı fəndə? Ədəbiyyat fənində. Burada ədəbiyyatı 100% görürük. Deyir ki, dastanda adı çəkilən ərazilərin Azərbaycanın indiki hansı bölgəsinə uyğundur? Yəni, o tarixi ərazilərin, indiki əraziləri, müasir ərazilərlə burada tarixdə görə bilərik, coğrafiyanı da görə bilərik. Yəni, burada inteqrasiya kimi hansı inteqrasiyanı görürük? Təbii ki, fənlər arası inteqrasiyanı görürük. Sonra, növbəti belə bir sual düşübmüş. Növbəti sualı deməmişdən əvvəl onu qeyd edim ki, bizim may ayının 10-u çox əla bir dərs qrupumuz fəaliyyətə başlayacaq. Kimlər canlı dərs istəyirsə, fərdi yanaşma istəyirsə, müəllimlə dərsdə kontaktda olmaq istəyirsə, əlavə situasiyaların təhlili, bütün hər biri bizim canlı dərslərimizdə həyata keçirilir ki, yəni biz bu dərsdə hər kəslə fərdi şəkildə məşğul oluruq. Dərslər qayda olunur, qoşula bilmədiyiniz halda yenidən dinləyə bilirsiniz və yenilənmiş metodika çərçivə sənədinə uyğun olaraq dərslərimiz həyata keçirilir. Yalnız bir dəfə ödəniş ödəməklə siz bizim may kurikulum canlı dərs qrupumuza qoşula bilərsiniz. Dərs qrupuna qoşulub və geniş məlumat əldə etmək istəyirsinizsə, ekranda gördüyünüz 050 837 0305 nömrəsinə yazaraq məlumat əldə edə bilərsiniz. Növbəti belə bir sual düşübmüş ki, müəllimlər, deyir uzunluğu 5 metr, eni 5 metr, uzunluğu 8 metr olan düzbucaqlı formalı bir otağın perimetrini hesablayın. Riyaziyyat müəllimlərinə
üzərinə bu gün düşüb. Burada inteqrasiyanı müəyyən etməliyik. Yəni görürsüz ki, burada yalnız fəndaxili inteqrasiya var. Yəni burada nə fənlər arası var, nə fən üstü var. Yəni perimetrinə görə bunu hesablayırsa, yəni bu inteqrasiya olaraq burada fəndaxili inteqrasiya olacaq. Sonra Booleangə aid sual düşübmüş. Sonra bir sual düşübmüş ki, Pifagor teoremindən istifadə edərək məsələni, misalı həll edin. Burada teoremdən, düsturdan, qaydadan istifadə etmək anlamaq mərhələsinə aid olan bir sualdır, bilirsiniz ki. Yəni Booleang imiş, qiymətləndirmə imiş, müəllim-şagird münasibəti, müəllim-valideyn münasibəti, sinifin idarə edilməsi, bu cürdə əlavə situasiyalar düşübmüş. İndi biz də müəllimlərin yadında nə qədər qalırsa, onları sizlə paylaşırıq. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.